Dilimizdə kar və cingiltili saatların çoxu cırcıq, yəni qoşağı təşkil edir. Məsələn, bu və p samitinin tələffüzündə alt dodağımız və üst dodağımız bir-birinə toxunur. D və t samitinin tələffüzündə dilimiz üst dişimizin iç tərəfinə toxunur. Bu və p samitinin tələffüzündə dişimiz alt dodağımıza toxunur. Dilimizdə bir samitin samitinin kar, f samitinin isə cingiltili qarşılığı yoxdur. Bu qoşaqları öyrəndikdən sonra hansının cingiltili, hansının kar samit olduğunu asan yolla ayıra bilərik. Əlimizi ağzımıza yaxınlaşdırıb samit qoşağı tələffüz edirik. B, p. Samitin tələffüzündə əlimizə daha çox hava dəyirsə, o samit kar samitdir. Bu samitin tələffüzündə əlimizə daha çox hava dəyir. Demək, bu samiti kar samitdir.